Belə özün nə işlə məşğulsan? Fizikam. Fizik, yəni fizika ilə məşğulsan da. Belə vidində var əslində, bir intelligent adam oxşuyursan. Day məşğul olmuram. Niyə? Nə bilim, çoxlu haqsızlıqlar gördüm, axırda bezdim. İntelligent adam olsan da bu spirtdən zaddan başın çıxır. Buradakılar mənə alkaş vahid deyirlər. O vaxt mən elimdən məşğul olanda buradakıların heç biri mənə alim vahid demirdi. Sonra işkiyə quşandım. O saat oldum alkaş vahid. Çoxumuz beləyik. Kiminsə səhvini o adamı səhvdən xilas eləmək üçün fürsət kimi yox, başa daxınç fürsəti kimi görürük. Çünki özümüzün gizlində çox səhvlərimiz var. Vicdanımıza hesabat verə bilmirik. Ona görə də başqalarının bizdən daha betər gündəl olmasını istəyirik ki, özümüzü üstün bilək. Öz nöqsanlarımız gözə batmasın. Bəzi adamlar daha pis adamlardan yaxşı olduqları üçün özlərini imam evladı qədər təmiz hesab edirlər. Sonra öz qüsurları gözlərində adiləşir. Adiləşdikcə də çoxalır. Çoxaldıqca da daha azğınlaşırlar. Ən pis adama çevrilirlər. Münasibətlərin nisbilik nəzəriyyəsi budur.